Ümummilli lider Heydər Əliyev təhsil millətin gələcəyi adlandırıb və bu fikirlərinin reallaşması üçün hər zaman bu sahəyə dövlətimiz tərəfindən xüsusi diqqət ayrılıb. Hədəf kurslarının Mingəçevir təmsilçiliyi də təhsilimizin inkişafına öz töhfəsini verən təhsil ocaqlarından biridir. Onların keçirdiyi növbəti sınaq imtahanları və şagirdlərə təklif etdikləri təhsil imkanları isə xüsusi diqqət çəkir. Aprelin 21-də Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında Kompstadi Tədris Mərkəzi hədəf kurslarının Mingəçevir təmsilçiliyi ənənəvi olaraq növbəti sınaq və qəbul imtahanlarını keçirib. Bərdə, Yevlax və Mingəçevir şəhərlərindən imtahanda iştirak edən şagird və abituriyentlər buraxılış vərəqələrini məsul şəxslərə təqdim etməklə auditoriyalara daxil olublar. Burada isə nəzarətçi müəllimlər tərəfindən cavab kartı və sual kitabçaları şagirdlərə paylanıb və onlara ətraflı məlumat verilib. 5, 6 və 7-ci sinif şagirdləri əsas fənlər üzrə, 8, 9 və 10-cu sinif şagirdləri isə qruplar üzrə olan fənlərdən imtahan veriblər. İmtahanda 350 nəfər aşağı sinif, 320 nəfər isə yuxarı sinif şagirdi iştirak edib. 1-ci və 4-cü qruplar üzrə imtahan verən yuxarı sinif şagirdləri kursa qəbul prosesində ən yüksək bal toplayarsa, Şimali Kipr Türk Respublikasına 15 günlük yay tətili kuponu əldə edəcək. Bundan əlavə 1 illik ödənişsiz təhsil, 22 adda dərs vəsaiti və hər ay hədəf kursu tərəfindən təşkil olunan sınaq imtahanında pulsuz iştirak edəcək. İkinci yeri tutan abituriyent 75%, 3-cü yerdən 10-cu yerə kimi 25%, 11-ci yerdən 100-cü yerə kimi nəticə göstərən şagird isə 15% ödəniş haqqından azad olunacaq. Ancaq hədəf kurslarının güzəştləri bununla bitmir. İyunun 1-nə qədər qeydiyyatdan keçənlərə isə əlavə 10% güzəşt tətbiq ediləcək. Qəbul imtahanında iştirak edən hər bir şagirdi güzəştli təhsil gözləyir. Güzəştli təhsil, yəni 1 il təhsil haqqından azad, ən yüksək bal toplayan şagirdlər artıq bizdə neçə ildir ki, hər qrup üzrə bir nəfər şagird 1 il təhsil alır, pulsuz təhsil alır və bütün dərs vəsaitləri pulsuz olaraq təmin olunur. Hər ay keçirilən sınaq imtahanlarına pulsuz olaraq iştirak edilir. Yəni, bizim regionda əsas səyimiz ondan ibarətdir ki, ümumi lider Ulu Öndərin sözü ilə desək, təhsil millətin gələcəyidir. Devizi ilə biz insanlara, bizdən sonra gələn şagirdlərə təhsilə yiyələnməklərinə köməklik, dəstək göstəririk. Qeyd edək ki, aşağı sinif şagirdlərin imtahan cavabları 3-4 günə, 8, 9 və 10 sinif şagirdlərinin imtahan cavabları qruplar üzrə müəyyən olunacaq. Belə ki, 1-ci qrup üzrə 29 aprel, 2-ci qrup 30 aprel, 3-cü və 4-cü qrupların cavabları isə mayın 1-də açıqlanacaq. Şahin Qurbanzadə, Talih Rəsulov, LTV Mingəçevir.